60 kvadrat ölçüsü var. Yəni keyfiyyət, lüks yaşayış tərzi axtaran izləyicilərim üçün əsl yaşanılası bir evdir. Mənzilə daha da işıqlı gözəllik qatır. Qarşısı vitraj pəncərələr, eyvan və tam Heydər Əliyev prospektinə baxır. Qarşıda heç vaxt kəsilməyəcək. 6 nəfərlik masa, hol hissəsindəki lazer kəsim qranitlər burada davam edir. Pollar isti pol. Mətbəx mebelində istifadə olunan mərmər kalyandır. Yəni adını bilənlər bilir. Bu ən keyfiyyətli, cızılmayan və zədələnməyən bir mərmər növüdür və sinəli də eyni daşdan istifadə olunub. Salam, hər vaxtınız xeyir Bakı TV kanalının izləyiciləri. Nəriman Nərimanov metrosunun yanında 216 kvadrat 4 otaqlı, tam əşyalı, texnikalı mənzilimiz satışa çıxdı. 60 kvadrat böyüklüyündə qonaq otağı olan ən lüks, ən möhtəşəm təmirlərdən ən gözəl mənzillə yenə də qarşınızdayıq və belə videolar görmək istəyirsə kanalımıza abunə olun və videomuzu bəyənib ev barədə altda mətn yazmağı, fikir bildirməyi unutmayın. Və belə qonaq otağından başladım sizə, ev barədə bir əlavə məlumat verim sizə. Mənzil yerləşir Əliyar Əliyevlə Heydər Əliyev prospektinin kəsişməsində. Buradan Nəriman Nərimanov metrosuna hardasa 7-8 dəqiqə piyada məsafədir. Çox sakit, gözəl bir küçədə. Yəni bu küçədə Nərimanovun ən gözəl sakit küçələrindən biridir. Tələsən izləyicilər üçün evin reklamını qoyuram. Evə tam baxın. 16 mərtəbəli binanın 7-ci mərtəbəsində 216 kvadrat 4 otaqlı mənzilimizin reklamı başladı. Dizaynerlər tərəfindən zövqlə təmir edilmiş, tam yel çəkən, qarşısı tam açıq, Heydər Əliyev prospektinə baxır, bir tərəfi həyətə baxır. 4 otaqlı mənzilimizin proyektini göstərim sizə, sonra videomuzu davam edək. Giriş qapısı dəyişdirilib, ən keyfiyyətlisindən qoyulub, çöl tərəfdən də möhtəşəm işlənib. Deməli, qardirob mebeli tam yığılıb divar boyu, uşaq yataq otağı, mətbəx və qarşısında burada 2 mətbəximiz var. Videoda görəcəksiniz, bir böyük mətbəx, bir də qarşısında iri qoxulu yeməklər üçün o da böyüdür. 2 mətbəxdən ibarətdir burada. Çamaşır otağı, ümumi sanitar qovşağı bu böyük qapıların arxasında yerləşir. 60 kvadratlıq qonaq otağımız, bir yataq otağı və əsas yataq otağı daxilində hamam otağı var. Hol hissəsi, lazer kəsim qranitlər,
yeni təmirli mənzillərimizdə harda lazer kəsim qranit görürsünüzsə, bilin ki, isti döşəmədir. Gəlin yenidə giriş qapısından başlayaq. Giriş qapısının yanında, həmən yanında domofon sistemi, mənzilə daxil olan elektrik xətləri şkafın içində cəmlənib, tam boy divarçı stroynu, qardrob mebelimiz yığılıb, drisuar, gözəl buralar, güzgü işləmələr, lepqi işləmələr, mənzildə aboy işləməsi yoxdur. Gördüyünüz hər şey əl işidir. Məxmər boyalar, venesiyan işləmələr və travers işləmələrdən ibarətdir. Patolog işləmələrimiz, gizli işıq, spot, lüstrlar tam aslı vəziyyətdə. Gözəl bir xol hissəmiz var, çox geniş və xol hissəsinin qri kondisioneri böyük ölçüdə qoyulub. Bütün otaqlar da daxil olmaqla multisistemdir, hamısına paylanıb və eyvanlarımız. Bir eyvan yerləşir. Mətbəxdən daxil olursunuz, qonaq otağından, əsas yataq otağından eyvanlar var və eyvanlar tam qranitlə divarlara kimi hamısı işlənib. Pol divarlar hamısı qranitdən istifadə olunub. Deməyim oldu ki, çox keyfiyyətli təmirdir. Eyvanları göstərməyəcəm sizə, küləkdir. Gəlib kim bu mənzili tam əyani baxmaq istəyirsə, aşağıdakı nömrələrə zəng eləyin və gəlin videomuza davam eləyək. Qonaq otağından başlayaq. Qonaq otağın videonun əvvəlində də gördünüz. 60 kvadratdan ibarət olan böyük qonaq otağımız var və pol hissələri əla, bahalı parket növündən istifadə olunub. Çox bahalı parket növündən istifadə olunub. Ev sahibi ilə bayaq söhbət elədim. Yenə də kim istəsə, gəlib baxmaq istəsə, ev sahibi ilə göstərəcəm sizə və tanış edəcəm. Özü sizə qiyməti, hardan, necə alınıb, hamısını sizə izah edəcək. Belə bir söhbətgah kimi oturub istirahət eləməyə, qarşısında TV setlə belə bir yumşaq dəstlər yığılıb burada. 2 divan, 2 kreslo və 2 jurnal ilə ibarətdir. Böyük ölçülü televizor hamısı qoyulub. Ən son markadır. Bütün otaqlarda da televizorlar var. Yanları LED işıqlar, gözəl aksesuarlarla bəzədilib. Arxası yenə məxmər boyalar və gözəl buralardan istifadə olunub. Qri kondisioner, böyük ölçülü kondisionerlər qonaq otağımızda da var. Bir böyük ölçülü buradadır, bir də deməli xol hissəsində. 12 nəfərlik böyük masamız var. Ən bahalı, keyfiyyətli mebel növündən istifadə olunub. Burada da patolog işləmələrimizdə gizli işıq, spot, lüstrlar mənzilə daha da işıqlı gözəllik qatır. Qarşısı vitraj pəncərələr, eyvan və tam Heydər Əliyev prospektinə baxır. Qarşıda heç vaxt kəsilməyəcək. Qarşısı tam açıqdır. Gəlin davam eləyək, gəzək mənzilimizi. Qonaq otağından daxil olacağıq mətbəximizə. Maşın kraskası ilə işlənmiş qapılar, rəng tonları, dizaynerlər möhtəşəm seçiblər. Evi tam tamamlayır. Mebellər tək-tək, rəng tonları da bir-birini bərabər gəlmirsə, yəni uyğunlaşmırsa, hamısı gedib maşın kraskası ilə öz rəng tonuna uyğun kraskalanıb gəlib və maqnit ruçkalar Arçi firmasına aiddir. Maqnit ruçkalardır. Bir barmaqla açılır. 6 nəfərlik masa, xol hissəsindəki lazer kəsim qranitlər burada davam edir. Pollar isti pol. Patolog işləmələrimizdə var. Reys işıqlar, deməli, spotlar və lüstr tam aslı vəziyyətdədir və mənzildə kolonka sistemi var. Qoyursunuz flash kartınızı, bütün otaqlarda musiqi sədaları səslənir. Gəlin bir dənə oradan kolonkaları da göstərək. Hamısı otaqlara kolonkalar qoyulub. Mətbəx mebelimiz tam divar boyu yığılıb. Mətbəx mebelində istifadə olunan mərmər kalyandır. Yəni adını bilənlər bilir. Bu ən keyfiyyətli, cızılmayan və zədələnməyən bir mərmər növüdür və sinəli də eyni daşdan istifadə olunub. 5 gözlü qaz peci, aspirator, ikili belə bir moykamız var. Bu tərəfdə LED işıqlarla güzgülü rəflərimiz yığılıb. Qabuyan, boş markalı burada qoyulub. Yenə də böyük ölçülü televizorumuz. Boş markalı sobalar və Hitachi'nin 4 qapılı böyük ölçülü soyucusundan istifadə olunub. Və sizə dediyim ikinci mətbəx. Mətbəxdən mətbəxə daxil oluruq və çox geniş bir otaqlı evin mətbəxi boydadır. Belə bir mətbəximiz burada yığılıb. İyili qoxulu yeməklər üçündür bura. Qapı. Bir dənə zəhmət olmasa arxadan göstərək. Tam bağlananda buradan ora, indi mikrofonla danışıram, ancaq yəni 1 qram da səs gəlmir.
Və burada da 4 gözlü qaz peci, aspirator, moyka, yenə də eyni mətbəx növündən maşın kraskası ilə işlənmiş mətbəx mebelindən istifadə olunub. Mənzildə işlənən bütün istipolların kollektor sistemi burada yığılıb. Ən keyfiyyətli, bahalı firmalara aiddir. Ev sahibi dedi ki, burada təmir zamanı heç nəyə qənaət eləməmişəm. Hər şeyin ən gözəlini, ən keyfiyyətlisini yığmışam və burada qarşısında eyvanımız, kombi aparatımız buradadır, qaz sərqazımız buradadır. Bunlar da qaz, su, işıq da bu binada daimidir. Xanımlara mətbəxdən əlavə nə lazımdır? Buyurun. Çamaşır otağı. Bütün şkaflar yenində. Paltar üçün burada hər şey nəzərə alınıb. Böyük rəflər, böyük stroynu, şkaflar, hər bir şey var. LG markalı, böyük ölçülü paltarlarından istifadə olunub və bütün şkaflar da tam yığılıb. Burada pollar qranit isti döşəmədir. Gəlin, orada 2 yataq otağımız var. Burada deməli hamam otağını da göstərək, uşaq yataq otağını göstərək, sonra qaydaq yataq otaqlarına və ümumi sanitar qovşağı. Gəlin, buranı sizə mən göstərim. Deməli, daxil olduq üzbəüz moydadır, işıqlı güzgüsü, əla teksturada qranitlər, düşkabin, divarçı, duş aksesuarları, içində led işıqlarla rəflər, divarçı, unitaz yenə də arxasında divarçı deməli göstərim buradan belə görsənir. Rəflər, əla teksturada qranitlər, rəng tonları möhtəşəmdir, spotlar, havalanma sistemi, şulkasına kimi hamısı ideal şəkildə quraşdırılıb və mənzildə qeyd eləməmişdim, istifadə olunan elektrik kutuları hamısı orijinal cevizli İtaliya istehsalı və belə. Davam eləyək. Elə bir Mercedesin qapısı bağlanır, möhtəşəmdir. Bura bir oğlan uşağı üçün yataq otağı kimi istifadə edə bilərsiniz. Kiçik yataq otağıdır. 216 kvadrat 4 otaqlı mənzilimizin ən kiçik otağıdır bura deyək. Kiçik deyəndə ki, normal yumuşaq dəstələr tam yerləşdirilmiş, tvisten, divarçı, qardrob, mebeli, hər bir şey ideal şəkildə nəzərə alınıb. Bütün dizayn burada möhtəşəmdir. Bahalı parket növündən istifadə olunub, patok işləmlərimiz də var. Spot, gizli işıq, lüstrlar tam asılı vəziyyətdədir. Və televizorda öz yerində. Televizoru burada olmağına baxmayın. İstədiyiniz kimi, istədiyiniz yerə fırlada bilərsiniz. O da fikirləşilib hamısı. Gəlin, davam eləyək. İkinci yataq otağı. Çox geniş, kifayət qədər genişdir. Bütün yumuşaq dəstələr, hamısı bahalı keyfiyyətli mebellərdən istifadə olunub, matraslara kimi ən keyfiyyətli İtaliya istehsalı olan matraslardan istifadə olunub. Üzbəüz televizor, taxt üstü buralar, arxası parça işləmələr, tumbalar, make-up burada nəzərə alınıb. Kosmetika üçün belə bir gizli şkaflar qoyulub burada make-up'ın yanında. Bu da hər evdə görməmişəm bunu. Əla bir şeydir. İstədiyinizi buraya yığarsınız xanımlar. Görmək istəmədiyiniz kosmetikalarınızı elə kosmetikalar var ki, gizlədirlər, göstərmək istəmirlər. Onu da bağlı yerə yığa bilərsiniz. Qri kondisionerimiz, televizor və divarçı, qardrob mebelimizdə qapıdan girən kimi sağ tərəfdə yenə də maşın kraskası ilə işlənmiş mebellərdən istifadə olunub. Patok işləmlərimiz də var. Gözəl lüstrlar. Lüstrlar bir də üzü belə göstərək. Çox gözəl görsənir. Spotlar, gizli işıqlar, hər şey idealdır. Və əsas valideyn otağı, master bedroomumuz. Qaranlıq var burada biraz. Elə yataq otağına belə cazibə qatır, yuxu qatır. Əsl, girdiniz, rahatlıq, dinclik, belə. Yenə də ən bahalı keyfiyyətli mebel növündən istifadə olunub. Arxası parça işləmələr, tumbalar, gözəl buralardan istifadə olunub. Ekskluziv bir şeylərdir bunlar. Make-up'ımız burada nəzərə alınıb. Simmetriya, yenə də mebellərin gözəlliyi, gözəl televizorumuz. Buradan stroynu, qardrob mebeli, bunların hamısının yanı
tikilib. Mebellər burada kip yanıb, yəni istədiyiniz kimi sizə dərin, geniş, kifayət qədər mebellər üçün, paltarlarınız üçün yer var. Yəni, paltar qoymağı şkaf çoxdur burada və daxilində geniş hamam otağı, bunu da gəlin mən göstərim sizə. Çox geniş, fərqli teksturada burada da qranitlər, girən kimi sol tərəfdə qurutucu, üzbəüz moydadır, işıqlı güzgümüz, divar içi unitaz, yenə də gizli rəflərdən istifadə olunub, led işıqlardan, divar içi duş aksesuarlarından istifadə olunub və patolog işləmələrimizdə var. Spotlar, gözəl xırdı spotlardan istifadə olunub. Bu da bir gözəllik qatır bura. Havalanma sistemi, hər şey idealdır, hər şey keyfiyyətlidir. Bu mənzildə keyfiyyət axtaran müştərilər üçün geniş, böyük bir mənzil axtaran izləyicilərsiz, gəlin qonaq otağına. Ən xoşladığım bu evdə qonaq otağıdır. 60 kvadrat ölçüsü var. Yəni, keyfiyyət, lüks yaşayış tərzi axtaran izləyicilərim üçün əsl yaşanması bir evdir. Nərimanov metrosunun yanında 16 mərtəbəli binanın 7-ci mərtəbəsində 216 kvadrat sizə mənzil təqdim elədim. Tam əşyalı, texnikalı. Burada bir paltarlarınız, bir də şəxsi qab qaşığınız götürüb gəlirsiniz, götürürsünüz bu mənzilə aldığınız zaman. Bu mənzilin start olaraq qiyməti 885 min manatdır. Real alıcılar əlbəttə ki, indirim var. Gəlin ev sahibi ilə görüşdürüm, elə bu yumşaq dəstlərdə oturağın, qiymət barədə mən də sizə köməklik eləyəcəm, indirim barədə söhbət eləyəyin və bu şirniyyatdan da, konfetlərdən də dadağın, yəni ağzımız şirin olsun. Növbət çəkilişlərdə görüşərik. Sağ olun.